Yengeç Burcu 23 iyun 2026-cı il. Bütün işler asan alınmayacaq və əvvəllər sarıda görünən bəzi tapşırıqların öhdəsindən gəlmək üçün xeyli səy göstərməli olacaqsınız. Dəstəyinə güvəndiyiniz insanlar gözlənmədən köməkdən imtina edə bilərlər. Bunun üçün onların kifayət qədər ciddi səbəbləri olacaq. Amma siz buna dərhal qəbul edə bilməyəcəksiniz. Əvvəlcə inciklik, əsəbilik hissi yarana bilər. Mənfi emosiyalara hakim olmağa çalışın. Bu gün xüsusilə özünüzə əl almaq, anın təsiri altında düşünülməmiş hərəkətlər etməmək və sərt sözlərin dilinizdən çıxmasına imkan verməmək vacibdir. Soyuqqanlılığınızı qorursanız bir çox xoşagəlməz halların qarşısını ala biləcəksiniz. Buğa Burcu 23 iyun 2026-cı il. Düşünün, görəsən həyatınızı hansısa şəkildə sadələşdirmək mümkündürmü? Bu, elə günlərdəndir ki, bir çox səyləriniz yalnız ona görə boşa çıxa bilər ki, ən uyğun zamanı seçməyəcəksiniz və enerjinizi hara yönəltməyin lazım olduğunu dərhal anlamayacaqsınız. Bir çox buğalar adətlərinin əksinə olaraq qərar verməyə tələsəcəklər. Çox güman ki, sonradan daha diqqətli olmadıqlarına və hər şeyi yaxşı düşünmək üçün özlərinə kifayət qədər vaxt ayırmadıqlarına görə peşman olacaqlar. Ünsiyyət baxımından bu ən asan gün deyil. Yaxınlarınızla yaxşı yola gedəcəksiniz, amma yeni tanışlarla söhbətlərdə xoşagəlməz səhvlərə yol vermək riskiniz var. Narahat və xoşagəlməz vəziyyətlərin yaranma ehtimalı yüksəkdir. Bunlar əsasən öz hesablamalarınızdakı yanlışlıqlar nəticəsində olacaq. Romantik münasibətlərdə təşəbbüs göstərmək hisslərinizi etiraf etməyə tələsməyin. İntuisiyanız sizi yanılda bilər və qarşı tərəfin xoşuna gəlməyəcək sözlər və hərəkətlər edə bilərsiniz. Əkizlər Burcu 23 iyun 2026-cı il. Əgər direktivləri sevirsinizsə, bu gün xoşunuza gələcək. Gün elə hadisələr gətirəcək ki, onların əsl səbəbi dərhal müəyyənləşdirmək mümkün olmayacaq. Bu isə qeyri-adi müşahidə qabiliyyəti və analitik düşüncə tələb edəcək. Bir çox əkslərin həyatında qeyri-müəyyən vəziyyətlər yarana bilər. Lakin ulduzlar xüsusilə həyat təcrübəsi az olan gənc əkizləri çaşdırmağa çalışacaqlar. Əgər siz onlardansınızsa, biliyi sizə əvvəllər kömək etmiş insanlardan məsləhət almaqdan çəkinməyin. Hər şeyi özünüz də başa düşə bilərsiniz. Amma bu daha çox vaxt və enerji tələb edəcək. Maliyyə sahəsində müəyyən çətinliklər mümkündür. Əgər bu gün üçün ciddi alış-veriş və ya müqavilələr planlaşdırmısınızsa, bir daha hər şeyi yoxlamağa tənbəllik etməyin. Sənədlərin qaydasında olduğuna, tərəfdaşın etibarlı olduğuna və xoşagəlməz sürprizlərin ehtimalının minimum səviyyədə olduğuna əmin olun. Xərçəng Burcu 23 iyun 2026-cı il. Hər şey alınacaq, narahat olmayın. Bəli, günün əvvəlində müəyyən problemlər yarana bilər, amma onların bir hissəsi öz-özünə həll olunacaq. Digər hissəsinin öhdəsindən isə yaxınlarınızdan xahiş etsəniz, onlar kömək edəcəklər. Uzaqdan xoş xəbərlər almağınız və dərhal qəbul etmək istəyəcəyiniz dəvətlər almanız mümkündür. İntuisiyanıza güvənin. O sizə necə hərəkət etməyin daha doğru olduğunu səhvsiz göstərəcək. Naməlum bir mühitə düşən xərçənglər tez bir zamanda hamının rəğbətini qazanacaqlar. Bunun üçün bürc nümayəndələrinin xüsusi səy göstərməyə ehtiyac olmayacaq. Sadəcə təbii və sərbəst davranmaları kifayət edəcək. Şir Burcu 23 iyun 2026-cı il. Hər şey dərhal alınmayacaq. Çox güman ki, günün ilk yarısında bəzi ciddi planlarınızı ilkin formada həyata keçirə bilməyəcəksiniz. Şərait gözlədiyiniz kimi formalaşmayacaq. Müttəfiqlərdən kimsə sizə yar yolda qoyacaq. Gözlənməz hadisələr isə hamını çaşdıracaq. Yeganə çıxış yolu improvizasiya etmək olacaq. Siz isə bunun öhdəsindən kifayət qədər ləyaqətlə gələcəksiniz. Günün əvvəlini səfərdə keçirən və bu vaxtda görüş təyin edən şirlər müəyyən çətinliklərlə üzləşə bilərlər. Görüşlərdə gecikmə və kiçik xoşagəlməz hadisələr baş verə bilər. Bunları ürəyinizə salmamağa çalışın. Əgər vəziyyətə yumorla yanaşa bilsəniz, çox keçmədən hər şeyin yaxşıya doğru dəyişdiyini görəcəksiniz. Qız Burcu 23 iyun 2026-cı il. Maraqlı gün olacaq. Günə ən yaxşı bacardığınız işlərlə başlamaq lazımdır. Qayda yaratmaq, lazımsız şeylərdən qurtulmaq və prioritetləri yenidən müəyyənləşdirmək. Son günlərin hadisələrini təhlil etdikdən sonra bəzi qızlar harada səhv etdiklərini anlayacaq və bunu dərhal düzəltməyin yolunu tapacaqlar. Digər bürc nümayəndələri isə onları uzun müddət narahat edən problemlərin əslində həll olunmasının vacib olmadığını başa düşəndə xeyli təəccüblənəcəklər. Bir sözlə, nahara qədər bir çox xoşagəlməz fikirdən qurtulacaq və sevinc üçün səbəblər tapacaqsınız. Günün ortası ünsiyyət baxımından xüsusilə maraqlı olacaq. Əvvəllər sizinlə əlaqə qurmağa həvəs göstərməyin. Özünü uzaq saxlayan və ya sizə yuxarıdan aşağı baxan insanlarla asanlıqla dil tapa biləcəksiniz. Belə insanlar gözlənmədən xoş söhbət, faydalı müttəfiq ola bilərlər. Məhz bu gün uzun müddətli dostluğun başlanğıcı ola bilər. Tərəzi Burcu 23 iyun 2026-cı il. Sakit dincəldiyinizi düşünürsünüz. Çətin ki, bu mümkün olsun. Gün sizə çoxlu sürprizlər hazırlayıb. Məhz indi diqqət tələb edən işlər gözlənmədən ortaya çıxa bilər. Bəzi tərəzilər hər şeyi kənara qoyub, heç bir yaxşı vəd etməyən görüşlərə getməli olacaqlar. Çox narahat olmayın. Çünki müsbət tendensiyalar üstünlük təşkil edəcək və hətta mürəkkəb vəziyyətlərdən də çıxış yolu tapmaq mümkün olacaq. Amma xoşagəlməz söhbətlərdən, tənqidlərdən və ciddi fikir ayrılıqlarından qaçmaq çətin olacaq. Pul məsələlərində daha ehtiyatlı olmaq lazımdır. Siz və
vəsaiti boş yerə xərcləməyəcəksiniz. Amma kimsə sizi şübhəli bir işə və ya riskli macəraya cəlb etməyə çalışa bilər. Əgər artıq maliyyə öhdəlikləriniz varsa, məsələn kreditləriniz varsa, yenilərini götürməmək daha yaxşıdır. Rəbb bürcü 23 iyun 2026-cı il. Daha mürəkkəb işləri seçin. Bugün ulduzlar sizin tərəfinizdədir. Buna görə əvvəllər demək olar ki, heç nə alınmayan sahələrdə uğur qazanmaq şansınız olacaq. Üstəlik hər şeyi tək başına etməli olmayacaqsınız. Planlarınızı bölüşdüyünüz insanlar onların həyata keçirilməsini iştirak etmək istəyəcəklər. Buna görə də günü kifayət qədər xoş bir mühitdə keçirəcəksiniz. Faydalı tanışlıqlar istisna deyil. Onlar ən gözlənilməz şəraitdə baş tuta bilər. Bu elə günlərdəndir ki, dost məclisində gələcək işə götürənlərinizlə tanış olmaq və ya təsadüfən yaxın zamanda cəsarətli və perspektivli biznes layihəsini həyata keçirməyə kömək edəcək bir insanla qarşılaşmaq şansınız var. Ox atan bürcü 23 iyun 2026-cı il. Hər şeyi yadda saxlayın. Bugün vacib və faydalı məlumat ən müxtəlif mənbələrdən gələ bilər. Təsadüfi bir söhbətdən yaxın və uzaq gələcəklə bağlı planlarınızı müəyyənləşdirməyə kömək edəcək məlumat əldə etməyiniz mümkündür. Bəzi ox atanlar tanışlarından çox yaxın zamanda işlərə yarayacaq bir şey öyrənəcək və ya uzun müddətdə cavab axtardıqları suallara cavab tapacaqlar. Əvvəllər sizə çıxılmaz vəziyyətə salan məsələləri kifayət qədər tez əldə edə biləcəksiniz. Bundan əlavə, gün artıq enerji sərf etdiyiniz işləri uğurla başa çatdırmaq imkanı verəcək. Ailə problemlərinin həlli, sənədlərin rəsmiləşdirilməsi, maliyyə və əmlak mübahisələrinin nizama salınması ilə bağlı səfərlər uğurlanacaq. Oğlaq bürcü 23 iyun 2026-cı il. Məsuliyyət götürməyi, istənilən şəraitdə düşünülmüş qərarlar etməyi bacaran ciddi və məsuliyyətli insan olduğunuzu mümkün qədər tez xatırlamağa çalışın. Əgər bunu bacarsanız, gün ərzində ciddi problemlər yaranmayacaq. Amma hansısa səbəbdən yüngül xasiyyət əhvalda olan oğlaqlar çətinliklərlə üzləşə bilərlər. Xüsusilə pul məsələsində risk böyükdür. Spontan alış-verişlər uğurlu olmayacaq. Siz asanlıqla imtina edə biləcəyiniz bir şeyə xeyli məbləğdə pul xərcləyə bilərsiniz. Yaxınlarınızdan kimsə sizin köməyinizə ehtiyacı ola bilər. Buna görə öz işlərinizi təxirə salmağa hazır olun. Amma kiminsə kaprizinə görə həddindən artıq fədakarlıq etməyə də tələsməyin. Bu elə günlərdəndir ki, hətta sizi sevən insanlar da bunu özləri belə hiss etmədən xeyirxahlığınızdan sui-istifadə etməyə cəhd göstərə bilərlər. Siz isə narazılıq və incikliklərin qarşısını almaq üçün qətiyyətlə və mehriban davranmalısınız. Dolça bürcü 23 iyun 2026-cı il. Baş gicəlləndirici uğurlar qazanmaq çətin ki mümkün olsun. Amma yaxşı dincəlmək alınacaq. Bu elə günlərdəndir ki, vacib bir şey qaçıracağınızdan qorxmadan işlərdə fasilə vermək olar. İnanın, haradasa sizin müdaxiləniz lazım olsa, bu barədə mütləq sizə xəbər verəcəklər. O vaxta qədər ki, yalnız sizə zövq verən məşğuliyyətlərə diqqət ayıra biləsiniz. Günün əvvəlində dolçaların təbii maraq hissi xüsusilə güclü olacaq və bu bürc nümayəndələrinin vacib suallara cavab tapmaq və yaxın zamanda maraqlı ideyalara ilham verəcək məlumat əldə etmə imkanı yaranacaq. Yeni peşəkar planların yaranması da istisna deyil. Çünki siz yeni ilham mənbəyi tapacaqsınız. Balıqlar bürcü 23 iyun 2026-cı il. Əylənmək üçün yaranan fürsəti əldən verməyin. Bugün ən çox əyləncələr, ilham verici məşğuliyyətlər, maraqlı söhbətlər üçün uyğundur. Əgər sizi qeyri-adi bir tədbirə dəvət etsələr, imtina etməyin. Çox güman ki, xoşunuza gələcək. Həm vaxtınızı xoş keçirəcək, həm də faydalı tanışlıqlar qurmaq imkanı əldə edəcəksiniz. Bəzi balıqlar uşaqlıq və gənclik dostları ilə görüşə biləcəklər. Buna çox sevinəcəklər. Ola bilsin ki, söhbət yalnız xatirələri bölüşməklə məhdudlaşmasın. Yeni ortaq planlar, o cümlədən birgə işlə bağlı fikirlər yarana bilər. Amma konkret addımlardan danışmaq hələ tezdir. Hələlik sadəcə səmimi söhbətlərdən, zarafatlardan və xoş flörtdən həzz almaq olar.